Sağ ol, əməliyyatınız, sağ ol. Xoş sözlərinizə görə minnətdaram. Çox gözəl şəraitin olsun. Səsim qırıq-qırıq gəlmir əzmənim. Yaxşıdır səs. Qırıq-qırıq gəlsin, Allah verərsin. Əla. Davam edirik o zaman. Psixi prosesləri düşünürəm ki, asanlıqla mənimsədik. Əlbəttə ki, daha dərindən mənimsəmək olar mı? Bəli, amma biz vaxtla yarışırıq, vaxtımız azdır. Çalışdığım qədər istəyirəm ki, hər bir şey az da olsa toxunum. Onsuz da əsas yerləri qeyd edirəm. Daha sonra nitqimiz. Əslində nitq də psixi proseslə əlaqəlidir. Yəni fikir, hiss və məlumatların dil vasitəsilə ifadəsidir. Yəni dil bilirik ki, ümumidir. Məsələn, Azərbaycan dili, rus dili, ingilis dili görsə ümumidir, hər kəs şamil edilir, hər və qaydaları var. Amma nitq hər kəsin özünə məxsusdur. Bax, mən sürətlə də danışa bilərəm, istəsəm yavaş da danışa bilərəm. İstəsəm ləhcə ilə də danışa bilərəm, istəsəm ləhcəsiz də danışa bilərəm. Çünki hər kəsin özünə məxsusdur. Düzdürmü? Hər kəs fərqli şəkildə danışır. Dilimiz eynidir. Hər birimiz Azərbaycan dilində, yəqin ki, Azərbaycan dilində danışırıq. Amma nitqimiz fərqlidir. Bir-birimizdən fərqləndirmir mütləq. Bax, nitq nə edirik? Fikir, hiss və məlumatları dil vasitəsilə ifadə etməkdir. Yəni fikrini cümlələrlə ifadə etmək. Nə düşünürsünüzsə? Düzdür, hal-hazırda mən sizə məlumatı nitq vasitəsilə izah edirəm də, düzdür, danışıram, elə bir-birimizi anlayırıq. Rabitəli nitq əzmənlər fikirlərin ardıcıl, məntiqli və əlaqəli ifadəsidir. Əslində rabitəli nitqi uşaqlarda inkişaf elətdirir və təfəkkür məşğələsi deyək də. Çünki bax, nağıl danışırıq, görürsünüz, hər bir şey bir-birindən əlaqəli olur, ardıcılığı gözləyirik, ifadəli danışırıq və hər bir şey, bütün əsas giriş, daha doğrusu giriş, əsas yekun isə hamısı bir-birini tamamlamalıdır. Rabitəli axıcı nitqdir bir növ, belə düşünün. Yəni, daha doğrusu əlaqəli nitqdir, belə. Yəni, ardıcılıq, əlaqəlilik varsa, bu rabitəli nitqdir və ən çox formalaşır böyük qrupdan etibarən. Ortada dialoji nitq formalaşır. Ən yaxşı, yəni yavaş-yavaş formalaşır böyük qrupda rabitəli nitq. Yazıq dedik, yazıq kreativli yazın müəllimlər. Yenə maşallah sayımız tam oldu. Heç nə edə bilmirəm. Müəllimlər zəng edirlər. Aha. Nə bu hızlı sonra daxil ola bilməyəcəksiniz. Məlumatınız olsun. Deməli, yaradıcılıq, kreativlik dəzməllər. Yəni 4K bacarıqlarımız var, deyək, kompetensiyalar. Əslində o kompetensiyaların içində həm yaradıcılıq, həm əməkdaşlıq, həm tənqidi təfəkkür, həm də ünsiyyət bacarığı öz əksini tapır. Yəni əslində inkişaf sahələrimizdə, həm də səriştələrdə uşaqda formalaşdırdığımız bacarıqlardır. Düzdür? Yaradıcılıq, kreativlik, yəni fərqli, qeyri-adi, yeni, original, özünə məxsus, qeyri-standart işlərin sərgiləməsidir. Yəni mən hər kəs kimi edirəmsə, standart iş çıxardıramsa ortalığa, bu nə yenilikdir, bunun nə original, fərqlidir. Düzdürmü? Bir də başqa hər kəsdən fərqli. Və az-cüzi bir nəslə rəng fərqi ola bilər, forma fərqi ola bilər, izah fərqi ola bilər, rol fərqi ola bilər də. Bu originaldır. Yəni məni canlandırma. Görürsüz, misal üçün uşaqlar böyük qrupdadır. Hər kəs belə o duyğunu ötürə bilmir, amma bu uşaq o qədər gözəl o duyğuları ötürür. O da yaradıcılıqdır. Əslində o qədər o duyğunu, hissi bizə ötürür. O da əslində yaradıcılıqdır. Belə, yəni original fikirlərdir, yeni həll yolları yaratmaq bacarığıdır, alternativ həll yolları tapmaq onun özü də yaradıcı təfəkkürlə də əlaqəlidir bu arada. Sonra problemli vəziyyət dediyi ən çox uşağın idraki fəallığını təmin edən idraki fəallıq, baxın, yüksək fəallıq tapmacaları idi, müəllimlər onu biraz qatırlar. İdraki fəallıq ən çox problemli vəziyyətdir. Niyə? Çünki problem zamanı uşağın beyni daha çox düşünür ki, həll yolu tapsın, necə edək? Bax, təsəvvür edin ki, özünüz hər hansı bir cüzi problem deyim də, böyük problem olmasın təcə. Bu cüzi bir problem düşür, görürsünüz, beyin necə işə düşür. Eləcə, bəlkə də ağıl dənə, 50 dənə fikir beyninizdə dönür ki, nə edək, necə edək? Görürsünüz, necə aktiv hərəkətlər ki, nə edim, necə edim? Bəli, suallarda, ümumiyyətlə, tapmacada bunlar da idraki fəallığı da təmin edir, amma problem vəziyyətdə daha çox, çünki düşünürəm ki, həm vaxtla deyək ki, yarışırıq, həm də ki, həll yolu axtarırıq ki, nə edək, necə edək? Yəni, əslində, hazır cavabın olmadığı və düşünmək, həll yolu tapmağın tələb olunduğu vəziyyətdir. Düzdür, 2 oyuncaq, 3 uşaq var. Necə edək ki, ədalətli bölək? Hərəmiz düşünərik ki, nə edək, necə edək? Əslində, burada bir növ kreativlik də inkişaf olunur, həll yolu axtarır fərqli. Hazır cavab yoxdur. Uşaq nə edir? Həll yolu axtarır ki, nə edək ki, 2 dənə oyuncağımız var, 3 də uşaq var. İndi biz onun arasında necə bölək ki, üçünün arasındakı ədalətli oyun olsun. Maksimum indi hərəniz fərqli fikir olar, mən elə fərqli fikir burada çox düşünəməyəcəm, amma uşaqları cəmləyə bilərik. Üçü bu 2 oyuncaqla oynasın, yaxud növbə ilə oynasınlar da belə etmək olar. Bu da bilmirəm uşaqlar nə qədər qane edər. Səslərə bircə çox xahiş edirəm, səslərə diqqət yetirin. Son müəllimlər nəyimiz var? Əməkdaşlıq bilirik, yəni
bircə, yəni ümumi məqsədə çatmaq üçün birlikdə fəaliyyət göstərməkdir. Əməkdaşlıq da kimlər arasında olur? O təhsil üçgəni deyirik, valideynlər, uşaqlar, bir də tərbiyəçi müəllim. Bəli, üçgən, üçbucağı düşünün. Hər ikisi də biridir. Uşaqlardır, valideyndir, bir də tərbiyəçidir. Bax bu üçü bir-birindən əməkdaşlıq etməlidir hamısı arasında və ümumi məqsədə çatmaq üçün birgə çalışırıq. Əslində valideynlə də bizim əməkdaşlığımız niyə vacibdir? Çünki uşağı hər tərəfli inkişaf elətdirmək üçün. Mən bu işi başladıram evdə, əgər onun davamı olmasa, o demək deyil ki, elə bağçadakı bütün işi valideyn də evdə görsün, amma əməkdaşlıq edəndə ən azı müəyyən fəaliyyəti valideyn evdə davam elətdirə bilər. Və yaxud bax adicə düşünün ki, mənfi vərdişi var, düzdür? Vərdişi tərcih etmək asan deyil. Asan olsa bir dəqiqə hər kəs özünü tərbiyə edib çox da gözəl davranışa və sair sahib olardı. Çox çətindir əslində. Bax mən burada uşağın diqqətini yayındırıram və sairdə çalışıram, vuruşuram ki, o vərdişdən uzaq tutum. Evə gələn kimi valideyni boş buraxır, uşaq yenə o vərdişə dönür. Nəticə əldə etdiniz xeyr, amma valideynlə əməkdaşlıqda o nəticə əldə olunur. Və yaxud birgə, təlimdə ümumiyyətlə birgədə görürsüz, əməkdaşlığa dayanır axı. Uşaqların birgə çalışması, birgə həll yolu tapması, bir-birinə yardım etməsi, bir-birinin qarşısında məsuliyyət hiss etməsi və s. Bunların hamısı əməkdaşlıqdır əslində. Yəni nə ilə bağlı olacaq? Ümumi məqsədə çatmaq üçün birgə çalışmaq. Cütlərlə, qruplarla, ən gözəl iş formalı, ən çox da qruplar uşaqlarda gözəl əməkdaşlığı inkişaf elətdirir. Yəni sosial bacarıqları yüksək səviyyədə inkişaf elətdirir. Ünsiyyət fikir, hiss və məlumatın başqaları ilə qarşılıqlı mübadiləsidir. Yəni kommunikasiyada dörd bacarıqların sayırıq elə görürsünüzmü? Yaradıcılığı dedi, əməkdaşlığı dedi, ünsiyyətdə dedi, tənqidi də deyərəm. Məncə burada yoxdur, deyərəm. Ünsiyyət əzmənlə, başqalarla, yəni əslində bir növ müəyyən məlumatı başqalarından müzakirə mi edirik deyə də fikir mübadiləsidir, müzakirə, dialoq qurmaqdır bir növ. Ünsiyyət qurmaq, dialoq qurmaq. Düzdür, danışmaq qarşılıqlı. Məsəl üçün, monoloji nitq tək tərəflidir. Bax, mən indi monoloqdan istifadə edirəm. Sizlə sual-cavab edəndə, söhbət edəndə avtomatik dialoqa çevrilir. Yəni, ünsiyyət qurub. Fikir mübadiləsi edirik. Məsəl üçün, fikirlərinizi bölüşürsünüz, mən fikir bildirirəm, mən nəsə deyirəm, siz yenə fikir bildirirsiniz. Bax, bu dialoqdur, qarşılıqlı. Dialoq tək tərəfli olmur. Yəni, ikinci, üçüncü və s. insanlar olar. Amma monoloq tək tərəflidir. Yəni, düzdür, siz məni dinləyəcəksiniz, amma mən danışıram da, elə düşünün. Və siz danışırsınız, mən dinləyirəm, elə. Sonra sosial-emosional inkişaf deyəndə ümumiyyətlə sosial-emosional nədir? Yəni emosiyaları tanımaq, idarə etmək, başqalarını anlamaq, münasibət qurmaq, yəni əslində uşaq öz hisslərini tanıması, onları idarə etməsi, əlaqələr qurmaq, yəni münasibət, başqalarının hisslərini anlamaq, bunların hamısı sosial-emosional inkişafla əlaqəlidir. Həqiqətən bax, çünki hər birimiz bax Məsələn, düşünürük ki, biz sosial-emosional sahə üzrə yetər qədər inkişaf olmuşuq. Lakin beyninizdə canlandırın, məsəl üçün, çox hövsələdən düşəndə, əsəbləşəndə özünüzü ələ ala bilirsinizmi? İdarə edə bilirsiniz, məsəl üçün, hətta özünüzü tərbiyə edə bilirsiniz. Bu da, yəni özünü tərbiyə ali, ən çətin tərbiyə növüdə elə düşünün. Ən çətini deyil, çətin yenidən tərbiyədir, amma ali tərbiyədir də bu özünü tərbiyə. Təsəvvür edin ki, səhvinizi görürsünüz, biri var başqasında gəlin axtarın, lap asandır, öz yükünü başqasının üstünə atmaq. Bir də var ki, özünü tərbiyə. Anlayırsan ki, mən burada səhv idim, gəl burada belə edərdim. Düşünün, biz edirik, çox nadir halda. Çox bəlkə çox nadir halda. Və yaxud o hiss zamanı əsəbləşir və s. hisslərimizi cilovlaya bilirik. Bizim məqsədimiz uşaqları bu sahə üzrə inkişaf elətdirərkən əslində onların hisslərini onlara tanıtmaq, onları idarə etməyə öyrətmək, düzgün əlaqələr qurmağı, münasibət qurmağı öyrətmək, başqalarının da mövqeyini nəzərə almaq, başqalarının da fikirlərinə diqqət yetirmək, düzdürmü? Öz sərhədlərini qorumaq, başqalarının da hüquqlarını, sərhədlərini pozmamaq. Bax, bunların hamısı sosial-emosionaldır. Bu da belə. Bakırsınız empatiya. Uşaq dostunun kədərləndiyini anlayır, ona dəstək olur. Empatiya qururam, onun emosional vəziyyətini anlayıram. Bu emosionaldır. Planlaşdırma ilə bağlı əslində geniş danışa bilərik, amma qısa məlumat verəcəm, vaxtımız azdır. Baxın, planlaşdırma əzmələr, məqsəd, məzmun, fəaliyyət və nəticələrin əvvəlcədən müəyyənləşdirilməsidir. Yəni, əslində bir növ strategiyadır da. Yəni, mən 100 dəfə ölçürəm, bir dəfə bitirəm, məntiqli qərarlar qəbul edirəm və sonda qısa zamanda az səy sərf edərək maksimum nəticə əldə edirəm. Bunu necə əldə etdim? Çünki düşündüm hər bir şeyi. Hər bir şeyi bir-birindən əlaqələndirdim, ən uyğun olanını seçdim və sonda da nə olur? Əlbəttə ki, məqsədə çatırıq, yəni nəticə əldə edirik və qısa zamanda. Çünki onsuz da vaxtla yarışırsınız da. Qruplar neçə qrup, daha doğrusu qrupun məşğələ müddəti nə qədərdir? 10 dəqiqədən yarım saata qədər.
və siz o müddətdə çalışmalısınız, bu məqsədə çatasınız. Hər bir şeyi məntiqli düşünüb götür-qoy etməsəniz, çatmayacaqsınız da. Orada artıq boşluq yaranır, çöl təbii fəaliyyət alınır. Planlaşdırma onun üçün çox vacibdir. Ümumiyyətlə, təlimin səmərə verməsi üçün, səmərəli olması üçün ən başlıca, ən əsas planlaşdırmadır. Mütləq. İşini düzgün planlaşdıran insan, məqsədini əvvəlcədən qoyan insan sonda nəticə əldə edir. Yox, məqsədimi qoymadımsa bu çöl təbiidir, heç bilmirəm ki, nə istəyirəm, bilmirəm necə əldə edəcəm, əldə olunacaqmı, heç o da müəmmalıdır və yaxud heç olmayacaq. Yəni məqsəd, fəaliyyət, nəticə hər bir şey əvvəlcədən müəyyənləşdirilir, əvvəlcədən planlaşdırılır. Bu da planda iki cür plan növ var. Bu daha sonra danışılacaq mövzudur. Sonra qiymətləndirmə, dəyərləndirmə. Baxın əzbərlilər, dəyərləndirmə ilə qiymətləndirmə bir-birindən fərqi nədir? Yəni dəyərləndirmə uşaqların nailiyyətinin yoxlanılması prosesidir. Bilik, bacarıq, nailiyyətlərinin təhlil edildiyi prosesdir, yoxlanıldığı, onları müşahidə etdiyimiz, yəni əslində prosesdir də. Uşaqlar görürsüz, dərs boyu mən məşğələ boyu daha doğrusu məşğələ boyu müşahidə edirəm, qeydlər aparıram, məsəl üçün nailiyyətlərini yoxlayıram, təhlil edirəm və s. Bu dəyərləndirmədir. Qiymətləndirmə onun nəticəsidir. Qiymətləndirmə görürsüz, rüblər üzrə olur. Yerinə yetirdi, yerinə yetirə bilmədi, qismən yerinə yetirdi. Görürsüz, əslində qiymətləndirmə dəyərləndirmənin nəticəsidir. Lakin hər ikisi də uşağın bilik, bacarıq və nailiyyətlərinə yönəlir. Şəxsiyyəti qəti surətdə dəyərləndirmirik. Onu formalaşdırırıq, amma qiymətləndirmirik. Çünki dövlət də uşağın bilik və bacarıq səviyyəsinə qoyaraq tələbi. Deməli, dövlətin qoyduğu tələb əsasında biz başlayırıq uşaqları qiymətləndirməyə. Daha doğrusu o tələbdən çıxartdığımız özümüzün məqsədlərimiz vardı, o məqsəd əsasında. Ki görək məqsədə çatdıqmı, çatmadığmı, harda boşluq oldu, harda çətinlik çəkdi, nəyi düzgün etmədik. Bunları aşkara çıxartmaq üçün mütləq şəkildə uşağın nailiyyəti dəyərləndirilməlidir. Bax belə, görək harda zəifliyi var, misal üçün harda çətinlik çəkir, nəyi düzgün seçə bilmədik, nəyi düzgün tətbiq etmədik. Bax bütün bu suallara qiymətləndirmə vasitəsilə cavab tapılır. Çünki yoxlayıram və anlayıram ki, hə, burada boşluğumuz oldu, bunu yaxşı öyrənə bilmədilər, burada çətinlik oldu, bunu edə bilmir və yaxud daha yaxşı edir və s. Bax belə. Uşağın bacarığının meyar üzrə izlənməsi, yəni nəticəni müəyyənləşdirmə. Ki, görək nəticəyə çatdıq, çatmadıq. Bax belə. Bu da qiymətləndirmədir. Diaqnostik tədrisin əvvəldə mütləq şəkildə aparılmalıdır. Mütləq uşağın potensialını aşkara çıxartmaq, tanımaq üçün. Bunu da əslində nə üçün istəyirik? Yəni başlanğıc səviyyəni müəyyənləşdirək, bir sonraki addımlarda planlaşdıraq da. Əslində başlanğıc səviyyəni müəyyən etməliyik. Sonra da yavaş-yavaş finişə doğru addımlar müəyyənləşdiririk. Bir də təlimi uşaqlara uyğunlaşdırırıq. Bax, ona görə uşaq yönümlüdür. Tədris ilinin əvvəlində başlanğıc səviyyəni tapıram. Sonra da hər bir şeyi asandan çətinə doğru planlayıram. Gördünüz, təlimi uşağa uyğunlaşdırdım. Amma diaqnostik aparmasam, bəlkə mürəkkəb bir fəaliyyətdən başladım. Bu avtomatik varisliyi də pozur, uşaq yönümlülüyü də. Ona görə müəllim başlanğıc səviyyəni potensial aşkara çıxardır, meyil, maraq və s. Sonra da təlimi uşaqlara uyğunlaşdırır. Bu da belə. Şəxsi inkişafın izlənməsi də mütəmadi dərs boyu müntəzəmli formada uşağı izləmək ki, görək müəyyən fəaliyyətlərdə, oyunda, əməkdə nəyi necə edir? Misal, düzgünmü edir, səhvmi edir, harda çətinlik var, harda misal üçün öhdəsindən gəlir, gəlmir və s. bunlar. Qoşulmaq olmurdu, say tamam olur. Sonra refleksiya əzmənlər. Dərsin sonunda refleksiyasında bax, müəllimin də özünü refleksiya etmə qabiliyyəti var. Daha doğrusu olmalıdır. Bir də dərsin sonunda uşaqların əslində özünü dəyərləndirməsi prosesidir. Bax, iki başlıdır biraz. Refleksiya misal üçün əslində dərsin sonunda uşaqların özünü dəyərləndirməsi prosesidir. Nəyi necə etdi, harda çətinlik çəkdi, nəyin öhdəsindən gəldi. Misal üçün bugünkü dərsi iki sözlə ifadə et, sən olsan nə edərdin? Tənqid etmədi də əslində. Uşağın özünü tənqid etməsi. Özünü və yoldaşlarını da qiymətləndirməsi, hətta belə deyək. Bir də ki, əslində müəllimi də qiymətləndirir bir növ. Yəni müəllim bu refleksiya vasitəsilə dərsini nə dərəcədə effektiv qurduğunu anlayır. Görürsüz, müəllimin də burada özünü də refleksiya qabiliyyəti yaranır ki, uşaqların cavablarına əsasən anlayır ki, bugünkü proses nə qədər effektiv oldu, nə qədər səmərəli oldu və yaxud nəyi diqqətdən yayındırdım, harda çətinlik oldu, mən buna fikir vermədim. Məsəl üçün, nə diqqətimdən yayındı, bunların hamısına cavab tapır. Refleksiya mütləqdir. Vacibdir, dərsin sonunda mütləq şəkildə həyata keçirilməlidir. Dediyim kimi, yəni açıq suallar ünvanlayırsınız ki, uşaq bugünkü dərsi tənqid etsin. Bugünkü mövzunu və s. fəaliyyətlərdə əslində dərs bitib, bitəndən sonra bir dəfə də gözdən keçirik ki, harda nə necə oldu? Yəni yaxşı mı oldu, çətin mi oldu, nəyi düzgün seçmədik, harda çətinlik çəkdi uşaq, nə öyrəndi, əvvəl bilmədiyi hansı biliyə yiyələndi və s. və ilahida. Bir dəfə də sanki gözdən keçirik. Bax elə. Rəyimiz əziz müəllimlər iki cürdür, müsbət, mənfi, destruktiv, konstruktiv.
Konstruktiv rey haqqında məlumat verəcəm qısaca. Rey əslində uşağın nəyi düzgün etdiyini və nəyi necə yaxşılaşdıra biləcəyini göstərir. Əslində fəaliyyəti stimullaşdırmaq üçün pedaqoji tələblərdən də effektiv rey verilməsi mütləqdir. Yəni onsuz da uşaqların hamısının nəticəsi olur. Zəif, küçül fərqi yoxdur, amma nəticə olur. Bizim məqsədimiz bu rey vasitəsilə nəticəni daha da yaxşı etmək. Yəni daha da gözəl nəticə əldə etməsinə şərait yaratmaq. Bunu nə edəcəm? Rey vasitəsilə istiqamət verirəm də, düzdürmü? Misal üçün, baxıram ki, uşaq onsuz da nəyisə, ya şəkili yaxşı da çəkəcək, pis də çəkəcək, düzdürmü? Nəticə olur mütləq. Amma biri var ki, biz buna gözləmək deyək, əsas odur ki, nəticə əldə etdik, ancaq nəticəyə odaqlanırıq, deyək, bir şey bacardı. Bir də var ki, mən bilirəm ki, axı mən fasilitatoram, istiqamət verən. Bilirəm ki, bax mən bu cümləni qursam, uşağa belə istiqamət versəm, o səhvini başa düşəcək, ruhdan düşmədən həmçinin. Effektiv ona görə adlanır. Uşağı ruhdan salmamalıdır. Yəni həvəsini söndürməməlidir. Düzgün cümlə quruq da, həvəsləndirici. Bax bir də var ki, mən bilirəm bu cümləni qursam, uşaq səhvini başa düşüb, onu düzəldib daha da yaxşı nəticə əldə edəcək də, səhvsiz. Bax, səhvlə etdi, mən əgər buna göz yumsam, o elə səhvlə də gedəcək, davam da edəcək, elə düşünəcək ki, bu yaxşıdır. Sonra rəngi deyək ki, düz seçmədi, yarpağı təsəvvür edin, nə rəngdə rənglər deyək, nə rəng olsun? Mavi rəngdə, mavi rəng olsun. İndi düzdür, qətiyyən demirik ki, sən bunda psixoloji pozğunluq var, bəlkə də onun xəyal dünyası elədir, amma axı doğrunu öyrətməkdir məqsədiniz. Düzdür, buna göz yumsaq elə o hər dəfə elə düşünəcək ki, yarpaq mavi rəngdədir. Bax, deyirəm ki, əslində yarpağı çox gözəl çəkmisən. Afərin sənə. Misal üçün, kontur və sair düzgündür. Lakin sanki rəngi düzgün seçməmişik. Bax, istəyirsən bu rənglər arasında seç gör. Misal üçün, biz yarpağı müşahidə edirik. Hansı rənglərdə olur? De görürsünüz, bunu da düşünürəm, düzəltsən, düzgün seçsin, daha da gözəl nəticən olacaq. Uşaq artıq başa düşür ki, yarpağı düz səhvdir, rəngi səhv seçib və başlayır rəngləməyə, yəni rəngi dəyişməyə. Gördünüz, indi daha real bir iş çıxırmı ortalığa? Əlbəttə. Daha da gözəl nəticə əldə etdik, bəli. Gördünüz, bax belədir. Yəni ümumi də demirik ya işinə baxıb ki, hə bax sən səhv etdin, heç bəyənmədim. Yox, ümumiyyətlə xoşuma gəlmədi bugünkü işin. Bu doğru deyil, çünki uşaq bilmir harda səhv etdi. Belə ümumi verəndə uşaq anlamır ki, nəyi necə səhv etdi ki, onu düzəltsin. Amma rəylə düzgün verəndə, yəni spesifik olanda konkret. Uşaq başa düşdü ki, hə bax görürsünüz, rəhdə səhv etdi, onu düzəldir. Bu hər bir işdə ola bilər. O da ki, yəni geniş dirək. Məncə YouTube-da yerləşdirmişəm, onunla bağlı ora baxarsınız. Yoxsa danışsam çox geniş gedəcək. Təfəkkür növləri də var əziz müəllimlər, bağça yaşlı dövrü uşaqlar üçün. Deməli, əyani obrazlı dərk etmədir 1-2 yaşdır, birinci kiçik qrup. Əyani əməli dərk etmə və yaxud təfəkkür 2-3 yaşdır, əməli fəaliyyət. Obrazlı orta böyük qrupdadır, təxəyyül də böyük qrupdadır. Məntiqi sözü də məktəbə hazırlıqdır. Bunu hər birimiz də bilirik, düzdür? Bax, əyani obrazlı dərk etmə odur ki, yəni qavrama. Əslində 1-2 yaşda uşağın təcrübəsidir, məlumatı da azdır, düzdür əziz müəllimlər. Və biz nə elətdiririk orada? Uşaqlara şəxsi təcrübədə reflekslər, refleks deyək, refleksdən deyək, refleksdən deyilə bildim, söz səhv dedim. Hə, reflekslə şəxsi təcrübədə hissi olaraq qavraması prosesidir. Yəni görməlidir, toxunmalıdır, onların şəklini qavramalıdır. Yəni görüb toxunmalıyam. Bax görürsüz orada əşya manipulyatивdir də, sökür, yığır, məsəl üçün özü turş nəyinsə dadına baxdı, hə ondan anladı ki, bu turşdur. Amma mən 100 dəfə desəm turşdur, uşaq onu başa düşməyəcək. Niyə? Çünki mənim ana dilim onun üçün hələ yaddır. Mən o sözlərin mənasını bilirəm, uşaq bilmir. Nə yaşı var? Hələ öyrənəcəyi qabaqdadır. Ona görə mən ona əyaniliyi təmin edirəm də. Yəni biri var deyim turşdur, ona yaxın getmək pisdir, dadına baxma və s. uşaq başa düşmür. Amma özü daddı, misal bildi ki, hə bu yaxşı deyil və yaxud özü yavaşca barmağını yaxınlaşdırır, gördü istidə əlini oradan çəkir. Vaxt şirindir, dadına baxır, bilir ki, şirindir və s. Görürsüz şəxsi o sensor təcrübədə ilkin duyğularıdadır. İlk dəfə əlini şıpıldadır suda, otun üstündə gəzir ayaqlarını. Bax görürsüz şəxsi təcrübədə o qavrayır, mənimsəməsi prosesidir. Əyani əməli dərk etmə və yaxud təfəkkürdə 2-3-dür əziz müəllimlər. Burada da nədir? Yəni uşaqların əslində sınaqdan keçirməsi. Yəni düşünməkdən çox uşaqlar sınaqdan keçirərək öyrənir, edə-edə öyrənir. Yəni siz qapağı bağlaya bilmir, butulkanın qapağını. Onu müxtəlif yollarla sınayır və sonda bağlayır. Misal üçün oyuncağı götürmək istəyir, ha hoppanır, ha tullanır, görə əli çatmır. Sonra yavaş-yavaş gedir, stolu gətirir, onun üstünə dırmaşır, götürür. Gördünüz, edə-edə. Və yaxud bu kosinusvari piramidalar var. Məsələn, formanı birinci səhv keçirdi, ikinci səhv keçirdi, üçüncü sonra yavaş-yavaş uyğunluğu gətirdi, o halqanı keçirdi və s. Görürsünüz, edə-edə öyrəndi. Düzdürmü? Və yaxud bu nələr var? Bu çubuq var, belə maqnitlə, dəmirli balıqlar da var, bu karbon kimi nə oyuncaqdır, yadımdan çıxıbdı. O balıq tutur sanki.
Görürsüz birinci səhv gedir, ipi fərqli yerə aparır və s. Sonra yavaş-yavaş edə-edə onda koordinasiyada formalaşır. Kiçik motorikada möhkəmlənir. Yavaş-yavaş gətirir, o maqniti düz dəmirin üstünə qoyur və götürür. Gördünüz, əməli fəaliyyətimi edə-edə mi öyrəndim? Bəli. Həm də yavaş-yavaş ondan səbəb-nəticə əlaqəsini müəyyənləşdirir. Və bir dəfə topu atır, səhv getdi. Bir dəfə atdı, yaxına getdi. 2 dəfə, 3 dəfə, 4 dəfə. Sonra yavaş-yavaş başa düşür ki, möhkəm atsa uzaq gedəcək. Yəni səbətə doğru. Və gördünüz, edə-edə öyrəndi. Bax, bu yəni əməli təfəkkürdür. Obrazlı da əzmənlər, yəni uşaqların gözünün qarşısında canlandırdığı obrazlarla düşünə bilməsidir. Yəni təsəvvür etmək, beynində canlandırmaq, gözünün önünə gətirmək bir növ elədir. Görürsüz, sujetlər rollu oyunlardır, simvolik oyunlarda orta qrupdan əsasən oyun kimi istifadə edilir də. Düzdürmü? Uşaqlar görürsüz, gündəlik gördüyü obrazları başlayırlar canlandırmağa. Yəni göz təsəvvürə malikdir ki, o gözünün önünə gətirir ki, hə sən demə, məsəl üçün yaşlı nənə deyək də indi qadın əlini kürəyinə qoyur, iki əlini də elə yeriyir və başlayır onu canlandırmağa. Təsəvvürünə gətirir ki, hə pişik belə səs çıxardır, başlayır məsəl üçün onu yamsılayır səsini çıxartmağa. Yəni təsəvvür burada ön plandadır. Rollu oyunlar zamanı və yaxud təsviri fəaliyyətlə rəsmə baxaraq hadisəni izah edə bilər. Bu sujet xətti, bu daha çox böyük qrupdadır. Bax belə. Və yaxud nağıl danışırsınız, yarımçıq artıq təsəvvür edir ki, sonrası necə ola bilər. Yəni obrazda təfəkkür dediyim kimi gözünün önünə gətirmək, canlandırmaq. Yəni artıq uşağın təcrübəsi var, gözündə canlandıra bilir. Bilir ki, müəllim kimdir, həkim kimdir və s. onu canlandır. Amma kiçik qrupda uşaq elə bilirmi ki, elə bilmir. Məntiqi sözlü də əzməlinlər. Uşaq artıq sözlər və məntiqi təfəkkür vasitəsilə düşünür. Yəni səbəb-nəticə əlaqəsini qurur, misal üçün şərh edir, tənqid edir, fikirlərini əsaslandırır. Tənqidi təfəkkür fikrini əsaslandırmaqdır. Nəyə görə belə düşünürsən? Mən də deyirəm ki, buna görə. Müqayisə edirəm və orada da deyirəm ki, buna görə bu belə yaxşıdır, buna görə bu pisdir. Görürsüz, fikrimi əsaslandırıram. Yəni boş-boşuna demirəm ki, bəyəndim. Nəyə görə soruşanda deyirəm ki, bilmirəm. Və niyə bəyəndin? Bilmirəm. Bu tənqiddir, xeyr. Amma fikrimi əsaslandıran ki, bax buna əsasən bu artıq tənqiddir. Və görürsüz danışıram. Və yaxud səbəb nəticəni izah edirəm ki, bax əslində belə etdin deyə belə oldu, belə etsəydim belə olardı. Bu belə oldu. Məsəl üçün burada bu baş verdi və s. Bunların hamısı nədir? Məntiqi sözlü təfəkkür, yəni beyni işlətmək. Fikrini əsaslandırmaq, səbəb-nəticə əlaqəsidir, müqayisədir, ümumiləşdirmədir, sadə misal üçün məntiqi məsələləri həll etməkdir. Bunların hamısı məntiqi təfəkkürlə gəlir. O da dedik. Dedikmi? Dedik. Sonra nəyimiz qalır? Şu olsun, nə qədər termin var. Təhsil də dedik, təhsil daha gec anlaşdı, bildik ki, sistemli şəkildə bilik, bacarıq, dəyər və səriştələrin formalaşmasına yönəlmiş prosesdir. Təlim, bilik və bacarıqların mənimsənilməsinə və tətbiqinə yönəlmiş məqsədli prosesdir. Yəni təlim məşğələdir. Uşaqlar artıq tətbiq edir. Öyrənir ki, gündəlik həyatda da onu istifadə edə bilirsən. Tərbiyə də uşağın davranışını, mənəvi keyfiyyətlərini, dəyərlərini və münasibətlərini formalaşdıran prosesdir. Yəni formalaşmasına yönəlir. Uşaq dostuna kömək etməyi və növbə gözləməyi öyrənir. Gördünüz? Dəyər, davranış, münasibət. Yəni bu artıq şəxsi keyfiyyətlərdir. Ki, mən artıq başqalarına güzəştə gedirəm, oyuncaqlarımı bölüşürəm, özüm gedirəm, misal üçün çiçəklərə su verirəm. Bir də var ki, baxıram, çiçək orada quruyur, deyirəm, əşik, məsuliyyətsiz davranım. Sonra ingilis təhsil, müxtəlif fərdi xüsusiyyət və ehtiyacları olan uşaqların təhsil prosesində bircə təhsil almasıdır. Yəni, hər kəsin təhsilə cəlb olmasıdır. Baxmayaraq ki, sən kasıbsan, sağlamsan, sağlam deyilsən və yaxud potensialın zəifdir, güclüdür, fərqi yoxdur. Əsas odur ki, bütün uşaqlar bərabər imkanlar daxilində eyni, belə deyim, təhsildə, eyni müəssisədə təhsil alsınlar, eyni qrupda, eyni şəraitdə də hər bir şey bərabər olsun. Differensial yanaşma olarmı? Əlbəttə, differensiallıq bərabərliyə zidd deyil, yadda saxlayın. Bərabər imkanları pozmur differensial yanaşma, əksinə onu gücləndirir. Amma inklüzivliyi bildikdə, yəni hər bir uşağı, əsasən də sim uşaqları təhsilə cəlb etməsindən məşhurdur. Bu da belə, sonra nəyimiz qaldı? Xüsusi ehtiyacı olan uşaqlar, o necə uşaqlardır? Yəni, uşağın təlim və inkişafında əlavə, fərqli və uyğunlaşdırılmış dəstəyə ehtiyacının olmasıdır. Bir də o mühiti yaradırıq. Yəni, sağlamlıq imkanları məhdud olan uşaqlardan bəhs edirik də, xüsusi təhsilə ehtiyacı olan uşaqlar. Bu necə uşaqlardır? Yəni, dediyim kimi, əqli geriliyi olan, fiziki cəhətdən hər hansı bir ləngiməsi olan, psixoloji və s. Bunların hamısı sim uşağı kateqoriyasına daxildir və biz çalışmalıyıq ki, təlimdə hər bir uşağı nəzərə alaq. Fərqlilik dedik. Bunlar demişəm, differensiallaşmanı dediyim, təlim uşaqların fərqli inkişaf səviyyəsi, ehtiyacı və imkanlarına uyğun şəkildə fərqləndirmə qurmaq.
Bunu da deyirik. Bir neçə anlayışı deyəsən təkrar. Bərabər imkanda əziz müəllimlər, uşaqların təhsil almaq və inkişafı üçün uyğun və ədalətli imkanlarla təmin edilməsi. Yəni, misal üçün, bax, təsəvvür edin ki, yarı uşağa rəhli qələmlər verirəm, digər uşaqlara vermirəm. Yəni, qərəzli yanaşma varsa, yadda saxlayın. Qərəzli yanaşma varsa, bu bərabərliyi pozur. Amma diferensial yanaşmamsa pozulmur. Yaxşı, qərəzli yanaşma, misal üçün, ədalətsiz yanaşma birbaşa bərabər imkanı pozur. Bax, bunu beləcə də yadda saxlayın. Çünki əziz müəllimlər, bax, təsəvvür edin ki, nə edirəm mən? Bərabər imkan. Zəif uşaqlara çox vaxt ayırıb məşğul olurlar. Güclü uşaqlara diqqət yetirmirəm. Avtomatik pozulur. Olmaz. Bərabər olmalıdır. Və yaxud misal üçün sim uşaqlarına güzəştə gedirəm, o bir uşaqlara getmirəm. Avtomatik pozdur, olmamalıdır. Diferensial yanaşma başqa, sadələşdirib ipucu vermək başqa. Amma ki, vaxt bütün uşaqlar arasında bərabər bölünməlidir. Yəni ədalətsiz yanaşma olmamalıdır. Bir də ki, hər bir uşağı, baxdım ki, bu utanğacdır, sosialda o ilə arxa planda qalsın, əsas odur ki, mane olmasın. Bu cür yanaşma olmaz. Hər bir uşağı prosesi cəlb etməliyik. Sonra əlçatanlıq təhsil mühitinin, materialların, fəaliyyətin uşağın ehtiyacına uyğun istifadə edilə bilməzdir. Yəni, hər bir şey uşaqlar üçün əlçatan. Bu fəaliyyət mərkəzləri var, güşələr. Oradakı bütün vəsaitlər uşaqlar üçün əlçatan olmalıdır. Hər bir uşaq istədiyi vaxt oradan götürüb, misal üçün, vəsaitlərdən istifadə edə bilməlidir. Yəni, eləcə eksponat kimi oraları dizmirik. Qanuni nümayəndələr uşağın hüquqlarını, maraqlarını təmsil edən şəxslərdir, bu valideyndir. Bu aslında bunu bilməlisiniz. Belə sual da var idi. Valideyndir, övladlığa götürən şəxslərdir, bir də qəyyumlardır. Onlar qanuni nümayəndədir. Yəni uşağın hüquq və maraqlarını təmsil edən şəxslər. Ən başda valideyndir. Görürsüz, uşağın burundan qan belə açılsa bağçada, qaçılsa valideyn bağçaya gəlir, hesab soruşur ki, hara baxırdın? Düzdürmü? Çünki təmsilçisidir, haqqı var. Bəli. Onu qoruyan şəxs də belə deyil. Eləcə də valideyn olmasa qəyyumlar, yəni nənə, baba, xala, bibindi kim varsa, o da olmasa övladlığa götürən şəxslər. Bunlar qanun nümayəndələrdir. Bunu dedik. Bunlar demişik. Bunlar asıl anlayışlardır uşağın. Bunlar da hüquqlardır, qanunlardır. Göndərərəm, baxarsınız. Yaxşı, azca qaldı qanunlardır məktəbə qədərin. Onu göndərəcəm, baxarsınız. Bu qədər düşünürəm ki, bəsinizdir. Çox danışdım, yenə vaxtımızı tam tutdura bilmədik. İndi suallarınız varsa, əziz müəllimlər, səsi açıb deyə bilərsiniz. Fikirləriniz, misal üçün, bölüşə bilərsiniz. Nəyi anlamadınız, onunla bağlı suallar verin, cavablayacağım. Biraz vaxtımız var. Siz sağ olun. Siz sağ olun, necəsə? Səsləri də açıb deyə bilərsiniz. Aha. Siz sağ olun. Çox sağ olun. Salam müəllimlər, çox müəllimlər, sağ olun. vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Necəsiz? Çox sağ olun, yaxşı olasınız. Müəllimə sizə şəxsən yazmışam, heç cavab vermirsiniz. Niyə? Qrupla bağlı, qrupu ilə bağlı. Dəryanur müəllimə, sizsiz? Bəli, bəli, mənəm. Niyə cavab verməmişəm? İndi yazın, bir dənə üstə düşsün mesaj, baxıram. Oldu, Hə, sizi yaxşı yazın. surət qrupuna əlavə etməklə. Üzürlüsən. Bəli, Çox demişdim. üzürlüsən. Hə, Eyb yox, çox canınız üzürlüsən. sağ olsun. Unutmuşam. Əlavə Ola edəcəm bilər, müəllimə. hə, Yazın. çox mesaj gəlir də sizə, ola Hə, bilər. ikinci gün başlayır onsuz da dərsimiz. Yazın, indi üstə düşsün, Müəllimə, əlavə edəcəm. Bir şey soruşum, müəllimə, dərslər necə keçiriləcək? Həftədə neçə dəfə? Surət həftədə 2 dəfə olacaq. Hardasa 2-3 mövzu verəcəm. Əvvəl bu sürətləndirilmiş proqram deyə dərsi canlı izah etməyəcəm. Amma digər qruplarda keçdiyim dərslər olacaq da. Orada canlı izah etmişəm o video materialları. Dərsdə daha çox sual-cavab, bir də testə yönələcək. Yaxşı. Çünki dərs izah etsəm, bu praktikaya yönəlmişdə surət proqramı nədir? Yəni bir dəfə təkrara yönəlir. Ona görə bu istiqamətdə yenə quizlərdir, testlərdir, video izahdır, PDF-də hər bir şeylə təmin ediləcəksiniz. Amma dərsin özü sırf sual-cavab testə yönələcək. Keçdiklərinizi bir dəfə təkrar etmək üçün. Bilirsiniz, normal bir proqram qursam 4 aylıq çatdırmayacaq. Ancaq da yəni doğru olmasaq mənim elə lənç proqramı yaratmağa. Neçə ay çəkəcək bu proqram? 2 ay olar yoxsa? 2 ay. 2 aylıq. Oktyabra 2 aylıq. tutaracaq da başladı. Hə, inşallah. Siz sağ olun müəllimə. Sağ olun. Çox sağ olun. Çox sağ olun. Var olun. Nə gözəl mesajlar yazsınız, amma çox təəssüflənirəm ki, heç biri videoda əks olmayacaq. Ona təəssüflənirəm, amma çox gözəl. Çox sağ olun, var olasınız. müəllimə, bir Yəni, söz soruşum sizdən. Əlbəttə, buyurun. Siz məsəl üçün başqa məsəl üçün link atıb dinləyici kimi qoşula bilərikmi? Məsəl üçün orada bizdən heç nə soruşmayın da, dərs əlavə linkimiz, dərslərimizin linkini atıb paylaşırsınız. Dərsə dinləyici kimi qoşulma. Bir də səsiniz qıtqırıq gəlir.
Dinləyici kimi qoşulmaq olar. Surət əslində məsləhət bilmirəm elə dinləyici kimi qoşulmaq, amma yəni istəsəniz Aha. qoşula bilərsiniz, bəli. Olar. Hə, yəni ki, elə deyirlər, eləyirlər, link atırlar, amma yəni sadəcə olaraq qrafdan dinləyici kimi də sürət qrupu o Narahat heç olmayın. Olar. əlavə vaxtı olanda qoşulub, yəni nəsə oradan qazanmaq Hı. olur da yenə də. Hə, yox, Tamam, narahat məmnun oldum. göndər. Çox sağ olun. Siz sağ olun. Vaxtımız bitir əziz müəllimlər. Nəsə suallarınız varsa buyurun verin, yoxdursa yekunlaşdıram. Sual cavabda başqa bir gün Sağ vaxt olun, edib sağ təlim təşkil olun. edərəm. Hər vaxtınız xeyir. Müəllimə, sizdə sertifikasiya hansı ayda keçirilə bilər? Yəni oktyabra deyiblər. Əgər sözlərin üstündə dursalar oktyabr olacaq. Yəni qərar dəyişmə ehtimalları varmı? Ola bilər. Nə qədər də gec olsa yəqin noyabrda olar. Nə qədər, amma belə oktyabr deyiblərsə yəqin ki oktyabr olacaq. İnanmıram çox ləngidələr. Oktyabra yəqin ki olacaq. Müəllimə, Yəni bəs məsuliyyətli yanaşın. bu imtahana qədər sizin hansı dərslərinizə yararlana bilərik? Sürət qrupları və ya digər sıfırdan qrup. Sıfırdan qrup dediyim, bax iyul qrupuna qoşula bilərsiniz. Yəni onlar bir ayda da keçirilir. Fəaliyyət çox mövzu keçirilməyib, asan mövzular keçirilib. İstəsəniz iyul qrupuna o normal proqramda elə bir ay keçib, ondan sonra 3 aylıq proqramlar qalıb. Ora da qatıla bilərsiniz. Və yaxud bu 2 aylıq sürət qrupuna. Bir də ki, məsəl üçün avqustun sonu yəqin ki yaradacam. O da sürət qrupu olacaq. O da yəqin ki Müəllimə, sürət elə qrupu. iyul qrupuna əlavə eləyə bilərsiniz. Mən başqa bir dərsdəyəm, bir ayda dərs keçirəm də, yəni ora Hə, qoşa olar. bilərsiniz iyula. Hə, niyə olmur ki? Onsuz da surətdə də dinləyici kimi qoşulacaqsınız. Hə, olar. Elə edə bilərəm. Siz sağ Oldu olun. müəllimə, çox sağ Sağ olun. olun müəllimə. Yaxşı. Bir də ki, qrupa bax mənə çox mesaj gəlir dərsə qatılmaqla bağlı. İnanın mənə, çox mesaj oxuya bilmirəm. Bax bilirəm ki, zəhlərdə gəlir. Allahdan zəh də bir də 1-2 zəh gəlir, biraz çoxlu gəlir. Seçə bilmirəm ki, hansı müəllimlərdir ki, mənə vaxtında yazmışdı, məni qrupa əlavə edin. Yəni ikinci günə qədər vaxtınız var. Əgər kimisə qrupa əlavə etməmişəmsə surət qrupuna, yazın yenidən. Nə bilim, israrla yazın, çoxlu smaylik və sair göndərin, mütləq ki, görüb geri dönüş edəcəm. Yaxşı müəllimlər. İndi gecəniz xeyrə qalsın. Sizi də çox yormayım. Çalışacağam yenə vaxtım olan kimi sizə bir dəfə də sual-cavabla bağlı təlim təşkil edim. Videonun altına da rəylərinizi, fikirlərinizi paylaşıb bölüşsəniz xoş olar. Sağ olun, gecəniz xeyrə.